100 ildən sonra 2124-cü ildə hər birimiz torpağın altında olacağıq. Dostlarımız və yaxınlarımızla birgə. Dərdən qabıqdan çıxıb illərlə işləyib aldığımız evlərdə başqa insanlar yaşayacaq və bugün bizə aid olan əşyalar onların olacaq. Hamıda var deyə məndə də olsun deyib 10 illik kreditə aldığım maşın da həmçinin. Bizim nəticələrimiz çox güman ki, heç bizi tanımayacaq. Gəlin açıq danışıq. Kimi öz babasının, atasını tanıyır ki? Ölümdən sonra bizi hələ bir neçə il xatırlayacaqlar. Daha bir neçə il sonra bizim şəkillərimiz, xatirələrimiz, əməllərimiz gedəcək əbədi sayılan zibil qutusuna. Biz hətta xatirə kimi də çox qalmayacağıq. Bəlkə də bir gün dayanıb özümüzə bu sualları versək, başa düşərik ki, nə qədər mənasız və lazımsız idi hər şeyi qazanmaq və almaq arzusu ilə yaşamaq. Daha çox işləyib, daha çox qazanım deyə həyatda olan ən dəyərli və ən vacib şeyləri unutmaqla yaşamaq. Qocalanda kaş çox gəzərdim, kaş ən doğma insanların yanında olub onlarla bərkdən gülərdim. Kaş daha çox qucaqlaşıb, daha çox sevgimi etiraf edərdim deyə peşman olmaq istəmirəm. Məncə həyat yaşamaq üçündür. Həyatı sevərək yaşa.